Hamıya salam dostlar. Deməli saytda test adı deyəsən test aptı onlayn imtahanlar saytında belə bir sınaq paylaşmışdılar Telegramda. Qarşıma çıxdı. RF 7-ci siniflərə aiddir. 7-ci siniflərə. 25 sualdır və təbii ki, imtahanda sizə uğurlar. Baxaq o sualların izahına. Əvvəlcədən mən burada qeyd eləmişəm. Bu PDF-i də Telegram kanalına atacağam. Və əvvəlcədən burada həlləri qeyd eləmişəm ki, daha tez qutarsın. Çünki bu həftə biraz ağır həftədir. İmtahanlar var, falan var. Ona görə də çatdırmağa çalışıram. Deməli, birinci sualda bizə deyir ki, AB tam ədədlərdir. A çıx 3, B çıx 1 fərqi 7-dir. Burada 7 var. Deməli, 7-nin hansı hasillər 7 verə bilər? 7, 1, 1, 7, mənfi 7, mənfi 1, bir də mənfi 1, mənfi 7. Bunlardan biri. Qeyd eləmişəm, baxın, bu tərəfdə qeyd eləmişəm, sol tərəfdə. Əgər 7, 1, 1, 7 versəm, mənim A ilə B-im müsbət olacaq. 2 verin, məsələn, A çıxca mən 7 versəm, A nə olacaq? Olacaq 10. Və yaxud da B çıx 1-ə 1 versəm, B nə olacaq? 2. Müsbət olacaq. Amma məndə variantlara bir dənə fikir verin. Belə bir bicid işlədin. Variantlarda ən az mənfilər də var. Bəlkə mənfilər ola bilər. Yəni, buradan, belə deyək, A çıx 3, 7 olsa, B çıx 1, 1 olsa və ya A çıx 3, 1, B çıx 1, 7 olsa, 2 dənə tənlik. A ilə B-nin işarəsi müsbət olacaq. Baxıram nəyə? Keçirəm A çıx 3-ə mənfi 7, B çıx 1-ə mənfi 1 verirəm. Bu halda A-mız olur mənfi 4. Yəni, nədən 3 çıxanda mənfi 7 deyir? Mənfi 4. Nədən 1 çıxanda mənfi 1 eləyir? 0. Deməli, A ilə B-nin hasili nə olacaq? Mənfi 4 vur 0. 0 olacaq. Bu halda isə hasil 0 verəcək. Yəni, onda belə çıxır ki, müsbət hal getdi. Burada yazdığım bu tənlik bizə lazım olmayacaq. Çünki ondan kiçik müsbət alacam. Ondan kiçik amma 0 var. Müsbətdən kiçik. İndi baxaq. Variantlarda da 0 var. Sonra hansı halı qalıb? O hal qalıb ki, A çıx 3-ə mənfi 1 verim. Yerlərini dəyişim. A çıx 3-ə mənfi 1 verim. B çıx 1-ə isə mənfi 7 verim. Bu halda A-nı 2 tapacaqsan, müsbət 2. A-nı müsbət 2 tapacaqsan. B-ni isə mənfi 6 tapacaqsan. Fikir verin. AB hasili nə olacaq onda? Mənfi 12. Mənfi 12 daha kiçikdir. 0-dan da kiçikdir. Onda cavab burada A variantıdır. Növbəti sual. İkinci sualda biz bilirik ki, 96-nı A-ya vuranda B-nin kubu olubsa, sağ tərəf B kubudur. Nəyinsə kubudur. Onda sol tərəfdə, fikir verin, burada qeyd eləmişim. Sol tərəfdə tam kub olmalıdır. Nəyinsə kubu olmalıdır. Nəyinsə kubu olması üçün həm də bizdən A ilə B-nin ən kiçik qiymetini soruşur, cəminin. A kiçik olmalıdır, B də kiçik olmalı nisbətən. İndi A kiçik olsa, B də kiçik olacaq da. A-nın ən kiçik qiymətini tapmaq üçün, yəni A-nın ən az olması üçün qeyd eləmişəm. Ən azından 2 üstü 5-ə bir dənə 2 vurğu lazımdır ki, yəni 2 üstü 1. Kuba çevrilsin. Yəni 2 üstü 6 nəyinsə kuba olsun. Yoxsa boş-boşuna 2 üstü 5 kuba ola bilməz nəyinsə. Ona görə 2-nin üstü 1 və yaxud da 3 nəyinsə kubu deyil. Buna ən azından 3-ün kvadratını qoşmalıyam ki, 3-ün kubu olsun. Vəssalam. Bu 1-i də elə belə yazmışam. Yəni göstərmək üçün, yəni orada 1 də var. 1-ə yenə ehtiyac yoxdur əslində. Yəni A oldu bu şəkildə. 2 üstü 1, 3 üstü 2. Bu da olur 2 vur 9, 18. Yəni A-nın qiyməti 18-dir ən azından. A-nın 18 qiymətinə uyğun B-ni tapacağam. İndi B-də nədir? Onda belə çıxır ki, bax, buraları elə bil ki, yuxarını nəyə vuracam? A-nın qiymətinə. Yəni 2 üstü 1-ə, 3 üstü 2-yə, bir də 1 üstü 3-ü yazırsınız, yazmayın. Yəni 2 üstü 5-i 2 üstü 1-ə vuranda olacaq 2 üstü 6. Sonra 3-ü 3 üstü 2-yə vuranda olacaq 3 üstü 3. Belə. Birin kubu da qalacaq yerində. İndi bu ifadə sol tərəf. Bir də sağ tərəf. Nəyinsə kubudur. O nəyinsə tapacam. B-ni tapacam yəni. B nədir? 2 üstü 6-dan kub alsaq, elə ki, kub kimi yazsaq. 2 üstü 2-nin kubudur. Olacaq 2 üstü 2. Yəni B-nin qiyməti. 3-ün kubu da budur 3-dür də. Yəni boş 3. 3 üstü 1. Burada nə olacaq? 4 vur 3, 12. Yəni B-nin qiyməti səndimə 12-dir ən azından. Onda nə olacaq? 18 ilə 12-nin cəmi 30. C variantı. Burada maraqlı bir nüans var. 3-cü sualda. Əgər 1 yazıblarsa, ortada sıfırlar yazıblarsa, yenidən eyni 1 yazıblarsa, ortadakı sıfırların sayı əgər cüt olsa, məsələn 2, 4, 6 olsa, bu ədəd mütləq 11-ə bölünəcək. Mütləq 11-ə bölünəcək. Qayda kimi də saxlaya bilərsiniz. Əyani olaraq da yəni göstərə bilərsiniz də. 3 olsa, baxın 3 olsa artıq 3 5-də artıq nə edəcəm? Tək olsa da yenə edə bilməz. Tək olsa isə belə bir qayda var. 2-11 qaydası deyirlər buna. 2 sadə ədədini 11 sadə ədədinə vuranda 22 eləyir.
Və belə bir qayda var. Fikir verin. Götürürük. Ədədimiz tutaq ki 3 dənə 0-dır. Bax 1, 3 dənə 0 sonra 1-dir, düzdürmü? Götürürük bu mini, ayırırıq buradan mini. Bir də sonuncu rəqəmi tək saxlayırıq. O sonuncu rəqəmi 22-yə vururuq. Yəni 2 ilə, bax fikir verin, 2 ilə 11-in arasında 22-yə vururuq. Və təzədən minin üzərinə gəlirik. Fikir verin, burada qeyd eləmişəm. Min üstə gəlsin, 2 vur, 1 vur 22. Neçə eləyir? 1022. Təzədən yenə eyni prosesi davam edirəm. 1022 ədədində belə deyək də, əslində davam eləməyə də bilərsən. Yəni əslində davam eləməyə də bilərsən. Çünki sən bilirsən ki, bu davam eləyək, yaxşı, davam eləyək, düz olsun. Bax, buradan 102-ni ayırırsan onda, 1022 almısan, 102-ni ayırırsan, axırdakı 2-ni 2-yə vurursan, bax, 102 üstə gəlsin, axırdakı 2 vur 22, yəni 44, o da 102. 146 eləyir. 146. Təzədən yenə 146-nın 14-ünü heç ehtiyac yoxdur. 146-nı parçalayırsan 2 ilə 73 kimi sadə ədədlərə. Yəni sən demə, bu 73-ə bölünürmüş. Yəni bu 1 yazanda, 3 dənə 0 1 yazanda sən demə bu 73-ə bölünür. Çünki 73 aldıq arada. Sadədə də aldıq. 73. 73-ə deməli bölünəcək. Onda n3 olanda da bu sayılmır. Yəni n3 olduqda da bu sadə deyil. Bizə deyir ki, hansı sadə olar? Hələ ki 2, 4, 6, 3 ödəmədi. Bir dənə 5 qalıb. n5 olanda da eyni məntiqlə. Necə? Götürürsən burada mini, bax bu mini. Daha doğrusu o 5 dənə 0 olanda baxın. 1, 2, 3, 4, 5 dənə 0, düzdürmü? 5 dənə 0, 1. İndi nə edirsən? Sondakı 1-i götürsə 22-yə vursan, bundan toplayırsan, bu olur nə? 100, 3 dənə 0, 22 olur da bu. Təzədən sondakı 2-ni ayırırsan buradan. Bax, bu sondakı 2-ni ayırırsan buradan. Nə baş verir? Deməli, 22-yə vuranda 44 baş verir. Elə bir ki, olur burada 0, 0, 44 gələndə də bu 0-2-nin üzrə 44 gələndə neçə eləyir? 46. Təzədən yenə bunu 1004-ə ayırırsan buradan. 1004. 1004-ə ayırandan sonra 6-nı 22-yə vurursan. 6-nı 22-yə vuranda eləyir 132. Bunları toplayanda 6, 3, 1, 1. Təzədən burada 113-ü ayırırsan. Yenə 6-nı belə deyək 22-yə vuranda 113. Belə deyək də 113, o da 132. Bu neçə eləyir? 245. 245 aldıq. 245-i nəhayət yenə ayırsan nə olacaq? 24, o da 110. 134 olacaq. 134-ü 2-yə böləndə 67 olacaq, ha? 67 də sadə ədəddir, düzdürmü? Bəli, 67 də sadə ədəddir. Onda belə çıxır ki, bu da sadə oldu. Yəni 22-yə vurma qaydası. Sonu 22-yə vurursan, son rəqəmi. Sonra həmin o ayırdığın hissənin üzərinə gəlirsən və bizə nəyi verir təbii ki? Sonda aldığımız vuruğun içində sadə ədəd olduğu üçün bu ifadə sadə ola bilməz. Yəni eyni məntiqlə digər yuxarıdakına baxsadıq, sadə deyil alacaqdıq. Sən demə bunların heç biri olmadı. 2, 3, 4, 5, 6 heç biri olmadı. Deməli heç bir variant olacaq. Y variantı. Heç biri ödəmədi. Ya maraqlı sual idi. Növbəti. İndi A-nı B-yə böləndə, C-ni D-yə böləndə bərabərlik ödənməlidir və ABC-də bir-birindən fərqli olmalıdır. Sıfırdan fərqli olmalıdır rəqəmlər də özdə. İndi baxaq. Mənim ağlıma gəlir ki, bu ABC-də ədədin böyük olmasını axtarıramsa, ən böyüyün kiçiyinin cəmini istəyir. Böyük olmasını axtarıramsa, bu 9 ilə başlasın. Burada 9 yazıramsa, ağlıma gəldiyi yol budur. 9-u 3-ə böləndə 3 eləyir, 6-nı 2-yə böləndə 3 eləyir. Amma mən bu ədədi 9362 götürsəm, ondan böyük ədəd də var. Yəni burada tənasübün qaydasına görə buradan yer dəyişə bilərsən. Tənasübün qaydasına görə 6 ilə 3-ün yerini dəyişə bilərsən burada. Eləyə bilərsən nə? 9 bölü 6 3 bölü 2-yə bərabərdir. Bəs deyərsiniz ki, 9-u 6-ya necə bölək ki? Burada nəticədən asılı olmayaraq bizim rəqəmlər onsuz da yerindədir. Yəni 9 6-ya 1.5 eləyir, 3 2 yenə 1.5 eləyir. Yəni tam olmaya da bilərdi, tam ədəd olmaya da bilərdi. Yəni nəticə ödəyir. Yəni bizim ədədimiz ən böyük ədədimiz ondan olur, onda belə çıxır ki. Nə olur belə çıxır ki? 9 6 3 2. Yəni 9632 olur ən böyük ədəd. Sonra isə ən kiçiyi tapmaq rahatdır. Elə bura 1, bura 2, digər ədədə 3 versən nə olacaq? Bura 2-də 1 isə, əgər bura 3-dürsə aşağı mütləq bir dənə 6 yazmalısan, 2-də 1 olsun. Düzdürmü? Bu da olur nə? 1236.
Ən kiçiyi də mümkün olsa. Bunları bax fikir burada toplamışam. Cavab C variantına uyğun gələcək. 5-ci. 5-ci elə çox rahatdır. Elə n-ə 1 versəz, natural deyil, 1-dən başlayın. 1 versəz, ən kiçiyi elə 24 alacaqsınız. Da sonrakı növbəti n-ə 2 ver, 3 ver. Onların içində mütləq 24 vurğu olacaq. Yəni hansı ən böyüyə də həmin bölünür. Bu 24-dür. Cavab burada A variantı olmalıdır. Bəli, cavab olacaq A variantı. Növbəti vuruqları ayırmaqla bağlı bir sual. Deməli biz bilirik ki, A üstü 4 ilə 1-i götürsəm, bir qruplaşdırsam vuruqları ayıra bilərəm. Necə? A üstü 4-ə yazaram A-nın kvadratının kvadratı, 1-i yazaram 1-in kvadratı. Bizdə əlavə düstura görə bunu necə yaza bilərik? A kvadrat üstə gəl 1-in kvadratı çıxılsın bunların ikimizli. 2 vurulsun A kvadrat vurur 1. Yəni 2 A kvadrat. Bir dənə A kvadrat burada var üstə gəldi. Onu qruplaşdırmamışdım bax. Buna əlavə eləsəm nə olacaq burada? Baxın. Bu hissədə nə olacaq? Bir dənə çıxılsın A kvadrata yaranacaq. Yəni mənfi 2 A kvadrat üstə gəl A kvadrat mənə çıx. Bax fikir verin. Bu nəyinsə kvadratıdır, çıxıram nəyinsə kvadratı. Bu da müxtəsər vurma düsturudur. Birincidən ikincini çıx. Yəni A kvadrat üstə gəl 1, çıxılsın A. Baxın, çıxılsın A. Burada bir dənə səhvlik olub. Bu kvadrat yox. Boş olmalıdır A. Hə. Olmalı nə? A kvadrat üstə gəl 1, çıx A. Bir də A kvadrat üstə gəl A. Bunları yazandan sonra görürəm ki, aşağıda da A kvadrat üstə gəl 1 var, yuxarıda da. Bunlar ixtisar getdi, qaldı bir dənə birinci. Yəni A kvadratı çıx A üstə gəl 1. Deməli deyir ki, A-mız B plus 1-dir. A-nın yerinə harda A varsa üstünə yerinə B plus 1 qoyuruq. Deməli B plus 1-in kvadratı çıxılsın A, yəni B plus 1, üstə gəlsin 1 də var. Bunu vurub atsaz, qüvvətə yüksəlsəz, B kvadrat üstə gəl 2 və üstə gəl 1. Çıxılsın B, çıxılsın 1, bir də axırda çıxılsın 1. Burada 1-lər islah gedər. 2B-dən B-nin çıxanda B kvadrat üstə gəl B, bir dənə burada üstə gəl 1 var. Üstə gəl 1. Yəni A variantı. Növbəti. Burada biraz görmək lazımdır. Nə etmək? Əvvəldən başlayanda, sonrası gələcək. Deməli, orta məxrəci hamı bilər. Orta məxrəc gətirsəz olacaq x, y-də, y çıx x, 1-də 11-də 1. Burada çarpaz vursaz görəcəksiniz ki, 11 vurulsun y çıx x olacaq. Və x, y-də sağ tərəfə keçir. X, y-i 1-ə vuranda x, y eləyəcək. Sol tərəfə keçirəndə çıx x, y bərabər 0 alacaqsınız. Yəni, buraycan yəqin ki, hər şey aydındır. Bir də x, y-in 0-dan olmağı yəqin ki, aydındır. Məxrəcdə dax. Bunları yəqin ki, çoxunuz biləcəksiniz. Bax, bu 2 sətir, bir də x, y 0-dan fərqli olma şərtini yəqin biləcəksiniz. Sonrası isə biraz məntiq işlədirsən. Yəni, burada 11 vuruğu varsa, deməli, hər tərəfi 11 ala bir vuruqları ayırmaq olar. Yəni, hər bir tərəfə, sol tərəfə də 121 əlavə elədim, bərabərin sağ tərəfində 121 əlavə elədim. Oldu nə? Burada 11 y üstə gəl 121-dən 11-i çıxarsaq, 11 vurulsun y üstə gəl 11. Digər tərəfdən isə ortaq nə var? X. X-i mənfi x-i çıxarsaq, y üstə gəl 11. Bunda da y üstə gəl 11 var, vuruğu var. Bunda da. Deməli, bunların ikisindən də y üstə gəlsin 11 vuruğunu ayırsaq, burada qalacaq 11, burada da çıx x. 11 çıxılsın x vuruğu da burada olacaq. Mənim istədiyim də oldu. 2 dənə vuruq olsun, bir dənə də hasil. Bu da 121-ə bərabərdir. Bundan sonrası isə biraz çox qiymətlər vermək lazımdır. 121-in bölənləri bu ola bilər. Məsələn, 1 vurulsun 121, mənfi 1 vurulsun mənfi 121 falan filan. İndi deyəm. Baxırıq hallara. Əgər mən y plus 11-ə, bax burada bu tənlikdə yerinə yazırıq. Y plus 11-ə 1 desəm, 11 çıxılsın x-i 121 desəm, bir dənə həll alacam. Baxın, qeyd eləmişəm burada həlləri. Ehtiyac yoxdur əslində onları yazmağa, amma bir həll alacam. Y plus 11-ə bunların yerini dəyişsəm, 121 desəm, 11 çıxılsın x-ə 1 desəm, bir dənə də həll alacam. Qeyd olunub burada hansı həllərdir. Sonra y üstə gəlsin 11-ə mənfi 1 desəm, 11 çıx x-ə mənfi 121 deyə bilərəm. Bir dənə həll alacam. Y üstə gəlsin 11-ə mənfi 121, 11 çıxılsın x-ə isə mənfi 1 desəm, bir dənə həll alacam. Başqa bir həll də var. Mənfi 11 vuru mənfi 11 də müsbət 121 eləyir. İndi y üstə gəlsin 11-ə bir də 11 çıxılsın x-ə hər ikisinə mənfi 11 desəm, bir dənə də həll alacam. Yəni ki, burada neçə oldu? 1, 2, 3, 4, 5 dənə hal. Amma müsbət 11 desəm, fikir verin. Y üstə gəlsin 11-ə müsbət 11 desəm, y 0 olacaq. Biz də demişdik ki, əvvəldən y 0 olma məxrəcdədir. Ona görə bu axırıncı şərt ödəmir. 5 dənə olacaq D variantı. Növbəti sadə bir sualdır. Yəni həlli görürsünüz burada. Məncə dəyməz bunu izah eləməyə.
Sadəcə yazırsınız dövrləri falan, müəyyən bir yerə qədər gedirsiniz. Burada 1-lər eynidir, 2-lər eynidir, 3-lər eynidir, 4-lər eynidir. Bir dəqiqə. 1-lər eyni, 2-lər eyni, 3-lər eyni, 4-lər eyni, yenə 4-lər eyni. İndi burada fərqlilik var. A-da 4 var, B-də 3 var, C-də isə 2 var. Yəni burada ən böyük A, B, C şəkildədir. Ən kiçik isə C, B, A. Yəni C vergül, B vergül, A olacaq. Artan sıra ilə. Azdan çoxa. Cavab B. Növbəti. Növbətdə əslində əsl həll qaydası qeyd olunub burada. Əsl həll qaydası baxın burada qeyd olunub əslində. Fərqli sıfır olmalıdır. Məntiqlə də burada bir məxrəc bura fərqli sıfır olmalıdır. Bir məxrəc bura fərqli sıfır olmalıdır. Bir məxrəc bura fərqli sıfır olmalıdır. Yəni 3 dənə məxrəc saymışıqsa, deməli 3 dənə qiymətin də mənası olmayacaq bunun. Cavab C variantı. Yəni məntiqlə bunu tez tapmaq olar. Növbəti daha bu suallardan yəqin ki, çox görmüsünüz, imtahana girirsinizsə. Bu 1/2-1-in kvadratıdır. Bu 1/3-1-in kvadratıdır. Ona görə 1/2-1, 1 üstə gəl 2-də 1 yaza bilərsən. 1/3-1, 1 üstə gəl 3-də 1, 1/4-1, 1 üstə gəl 4-də 1 bu formada gedəcək. Axırda 1/10-da 1, 1 üstə gəlsin 10-da 1. Bunları açsaz, olacaq 2-də 1 vurulsun 2-də 3. Sonra 3-də 2 vurulsun 3-də 4. Burada görürsünüz ki, çarpaz şəkildə. Bunlar ixtisar gedəcək. Çarpaz şəkildə bunlar deməli ixtisar getdikdən sonra bir dənə birinci qalacaq 2-də 1, bir də axırıncı 10-da 1 vuruğu qalacaq. Bunlar da bir-birinə vuranda 20-də 11 alacaqsınız. C variantı. Növbəti. Sən burada görürsən ki, yəni bu suallar bax 7-də 100-dür, 8-də 101-dir. Burada sürətlə məxrəcin arasındakı fərq 93-dür. 100-dən 7 çıxanda 93, 101-dən 8. Yəni burada fikir versəz, hər bir sürətlə məxrəcin arasındakı fərq 93-dür. Ona görə bunun üçün bir dənə düstur yaratsaz, n natural qəbul eləsəz, n üstə gəlsin 93, məxrəcdə bölünsün n olacaq. Təbii ki, n də çoxluq olaraq 7-dən başlayır. 7-dən ta ki, demək 100-ə qədər davam edir. Burada bir dənə 0 olmalıdır. 100-ə qədər davam edir. Biz də bilirik ki, bu şəkildə yazılıbsa, bunu ayrı-ayrı məxrəclərdə yazsan, n bölün üstə gəlsin 93 bölən olacaq. N bölün 1-dir, 93 bölən qalacaq yerində. Yəni, ən axırda belə alacaqsan. 1 üstə gəlsin 93 bölən. Bu da nə deməkdir? 93-ün bölənləri. 93-ün bölənləri 1, 3, 31, 93 ola bilər. Amma n 1 ola bilməz. Çünki baxın, verilmiş bu çoxluqda 7-dən 100-ə qədər başlayır. 1 ola bilməz, 3 ola bilməz. Amma 31 ilə 93 ola bilər. Həmin çoxluqdadır. Və n-in hər bir qiymətinə görə də bir tam ədəd alacaqsan. Amma qeyd etmişəm. Hər n üçün bir tam ədəd var. Yəni 31-ə uyğun bir dənə tam ədəd yazacaqsan, 93-ə uyğun bir dənə tam ədəd yazacaqsan. Nəticədə 2-dən olacaq. Yəni cavab B variantı. Növbəti sual. Bax bu suallar əslində bax belə bir suallar var. 1 bölünsün 1 vur 2. Üzərinə gəlsin 1 bölünsün 2 vur 3. Üzərinə gəlsin 1 bölünsün 3 vur 4. Belə bir suallar var. Bunun birincisini götürürsünüz, bunun sonuncusunu götürüb çıxırsınız. Yəni belə deyək də hiylə yolu ilə. Bu da o suallardan. Niyə? Çünki həmin bu 3-ün kvadratından 1-in kvadratının fərqi yuxarıda yazılıb. Belə olan təqdirdə həmin yoldan istifadə edə bilərsiniz. Baxın 5-in kvadratından 3-ün kvadratına çıxanda yuxarıda 16 yazıb. 15-in kvadratından 13-ün kvadratına çıxanda yuxarıda 56 yazıb. Eynidir. Fərqlər eynidir, yuxarı yazılıbsa, onda belə çıxır ki, biz, baxın burada lap xırdalamışam nə yer olur. Ən axırda biz nə etməliyik? 1-in kvadratından, yəni 1 bölünsündən, 1 bölünsün 1-in kvadratından, 1 bölünsün 15 kvadratını çıxmalıyıq. Bunlar çıxsaq, bu da deməkdir ki, 1 çıxılsın, 225-də 1 eləyir də bu. O deyəcək 225-də 24. Yəni D variantı. Olacaq D variantı. Daha doğrusu Y variantı. Bir dəqiqə. 224 Y variantı. Növbəti vuruqları ayırın deyir. Biz bilirik ki, burada x kubu nə iləsə ayrılmalıdırsa, bir dənə x qoşmalıyam. Hətta biz bilirik ki, burada 2 varsa, bu 3x-dən bir dənə 2x buna verməliyəm. Onda belə eləyirəm. X kubu 3x-i parçalayıram. Çıx x, çıx 2x şəklində. Və bunların ikisinə bir baxıram, bunların ikisinə bir baxıram. X kubu ilə x-dən x-i çıxardanda burada fikir verin, qalır x kvadrat çıxılsın 1. O özü də düsturdur. X çıx 1, x üstə gəl 1. Düzdürmü? Onda nə olacaq? X vurulsun, x çıx 1, x üstə gəl 1. Buradan da mənfi 2-ni çıxartsaz, möhtəzədə x çıx 1. Hərəsində də x çıx 1 vuruğu var. Onu x çıx 1-i çıxartsaq, burada qaldı x vurulsun, x plus 1 və burada qaldı çıx 2. Burada qaldı çıx 2. Bunu vurub atsaz, x vurulsun, x plus 1-i. Olacaq x kvadratı üstə gəlsin x və burada da çıx 2 var. Çıx 2. Və hətta bunu vuruqlara ayırsanız, təzədən, bax,
Bu mötərizənin içində vuruqlara ayırsaz nə olacaq? X sıx 1. Bunu vuruqlara ayırsaz olacaq x sıx 1 x üstə gəl 2. X sıx 1 x. Görürsən ki, bir dənə əvvəldə x sıx 1 var, bir dənə burada. Onu belə yaza bilərsən. X sıx 1-in mötərizə kvadratı və təbii ki, x üstə gəl 2 vuruğu da var idi. Bu da A variantındadır. 14. Faiz sualıdır. Əgər 2 dəfə eyni miqdarda faiz ucuzlaşırsa və yaxud da artırsa, sən onu 100 çıxılsın və yaxud da üstə gəlsinə vurmalısan. Burada ucuzlaşırdı ya, 100-dən çıxırsan sürətdə. 2 dəfə eyni proses olduğu üçün %100 çıxı x vurulsun, bir dənə də %100 çıxı x olacaq. 3 dəfə onda 3-cüyə vuracaqdım. Nəyi? Qiyməti. Bax, 1250-ni bu qədər elədikdən sonra nə qədər olub? 1152 olub. Bu tənliyi həll eləsəz, bu tənlikdə biz nə etməliyik? 1152-ni buradakı yüzlərə vurub bölməliyik nəyə? 1250. Bu da nə deməkdir? 100 çıx x, 100 çıx x. Yəni 100 çıx x-in kvadratı. Baxın, 100 çıx x-in kvadratı 100-lərə vurub 1250-yə böləndə sən də şey alınacaq. Belə deyək, burada müəyyən bir ədəd alınacaq. Deyəsən 9216-dır. Səhv eləmirəmsə 9216 olacaq burada hesablayıb. O da 96-nın kvadratıdır. Onda belə çıxır ki, 100 çıx x 96-ya bərabərdir. Əgər 100 çıx x-in kvadratı 96-nın kvadratıdır. Buradan alacaqsan nə? 100-dən nə çıxanda olsan? X alacaqsan 4. Yəni sən demək 4%. Telefon həm hər dəfə 4% uzlaşıb. C variant. Sonra. Bu sualda isə radiusdan müxtəlif olan 3 çevrə cüt-cüt. 3 cüt toxunmaq nə deməkdir? Bu çevrə bu çevrəyə toxunur. Bu çevrə bu çevrəyə toxunur. Bir də bu çevrə bu çevrəyə toxunur. Və radiuslarda şərti olaraq A, B, C şəklində yazmışam. İndi mənə deyir ki, mərkəzlər arasında məsafə 17-18 falandır. Mən də götürmüşəm ki, məsələn, bu mərkəz arasında məsafə A üstə gəl B-ni 17 götürmüşəm. Sonra məsələn, A ilə C-nin cəmi məsafə arasında məsafəni 18 götürmüşəm. Bir də C ilə B qaldı da burada məsafələr 19 götürmüşəm. Bunları götürəndən sonra, bunları alt-alt toplayanda 2 dənə A, 2 dənə B olacaq. Olacaq 2A üstə gəl B, C. Və bunların hamısını toplayanda 54 olacaq. 2-yə böləndən sonra ABC cəminin 27 olduğunu görəcəm. 27 olduğunu görəcəm. Və mən də istəyirəm ki, kiçik çevrənin radiusunu tapım. Kiçik çevrəni tapmaq üçün burada gördüyümüz bu 17, 18, 19 ədədlərindən böyüyü çıxmaq lazımdır. Yəni BC-ni 19 götürüb, buradan ən kiçiyinin 8 olduğunu görəcəksən. Yəni bu ən kiçik çevrənin radiusu 8 imiş. C variantı. 16. İndi bizə deyir ki, bu suallarda biraz mənə nəsə qəribə gəlir, nə? Birinci qrupda neçə nəfər var? Birinci hansı? Bu suallarda nisbətdə hansı ədəd gəlirsə onu birinci qəbul eləyir. Amma nəsə mənə çatmır o cümlə. Yəni 2/3 nisbətində bu birinci qrup götürüb. Yaxşı olar ki, tam verər də cümləni. Birinci qrupdakıların ikinci qrupa nisbəti 2/3-dür. Bu daha dəqiq olardı məncə. Nəysə. İndi 2/3 nisbətindədirsə orta yaş. Deməli belə çıxır ki, bunların cəmi, yəni cəmi bölməliyəm nəyə? Birinci qrupdakılara, bir də ikinci qrupdakılara. Sayına daha doğrusu da belə deyək. Bunların cəmini bilmirəm, amma məsələn cəmi götürmüşəm, bilmirəm də bunların cəmini. Amma ikinci qrupda 2x sayda, üçüncü qrupda isə 3x sayda belə deyək, adam olduğu üçün bunların cəmi nə olacaq? 5x sayda. Yəni cəmi 5-ə böləndə 24 eləyibsə, həmin o cəm nə olacaq? 24x. Daha sonra 5x-ə bölübsə. Cəmimiz, sən demə cəmləri 120x imiş. Sən demə cəmləri 120x imiş. Və bu da deyir ki, daha sonra cəmləri 104 olan 8 nəfər gəlib. Cəmlər artacaq onda da. Cəm 120 idisə, cəmimiz artacaq 104 vahid artacaq. 104 artacaq. Amma adamların sayı da artacaq. Adamların sayı hər iki qrupda bir yerdə 5x sayda idisə, 8 nəfər gəldiyi üçün 8 nəfər də artacaq. Və bu ümumi saya böləndə bu cəmi nəticə olaraq o dədə ortanı verəcək. Yəni 23-ü verəcək orta yaşı. Və salam. Yəni, bu tənlikdən sonra asandır. Buradan deməli nə etməliyik? Çarpaz vursaz 23-ü bu tərəfə olacaq 120x üstə 104 bərabərdir. 115x üstə 180, 184. Buradan 5x falan, x-i tapacaqsınız 16. Bizdə deyir ki, birinci qrupda 2 idisə əgər 16-nı 2-yə vurarsan 32 cavabını seçərsən Y variantı. Yəni yaxşı iki variantlarda 48 cavabı yox idi. Niyə? Çünki bilmirəm axı hansı birinci qrup idi orada. Bu tip suallarda birinci gələni yəqin birinci qrup götürürlər nisbətdə. Amma məncə cümlə oyunu yəni oynamaq olmaz da yəni. Növbəti, biz burada bilirik ki, bu suallarda, yəni çox görmüsünüz də yəqin ki, imtahana girirsinizsə. Bu suallarda kvadrat, tam kvadrat yığmalısan.
X kvadratına 2x-i qoşuram. Bir dənə də məcbur 1 qoşmalıyam ki, burada tam kvadrat, yəni x-1-in kvadratı olsun. Y kvadratı 4y məcbur 4 gətirməliyəm ki, bunun yanına y üstəgəlsin 2-nin kvadratı olsun. Və həqiqətən də 1 ilə də 4-ün cəmi buradakı 5-i belə deyək də, lor deyək də, pakrivat elədi. Örtbasdır elədi. Niyə? Çünki 5 bu yəni burada heç bir şey dəyişiklik olmadı. Özümdən heç bir ədəd əlavə eləmədim əslində. 1 ilə 4 elə 5 ilə cəmi elə 5-i verir. Ya bunların da cəmi sən demə. Bax bunların cəmindən 2 dənə kvadratın cəmi 0-dır. Onda bunların özləri ayrı-ayrı da 0-a bərabərsə 0-a məcbur bərabər olacaq. Həqiqətən də x -1 0 ola bilər. Y üstəgəlsin 2 0 ola bilər. Onda x1 alacaqsan, y-də -2 tapacaqsan. Bunların hasilini nəyini istəyir? Bunların cəmini tapın. Hə. 1 üstəgəlsin -2 eləyəcək -1. B variantı. 18. Bir topada mavi, sarı, qırmızı olmaqla 60 dənə kürəcik var. Mavi, sarı, qırmızının cəmi 60-dır. Sonra şərt verir ki, mavi kürəciklərin sayı mavi kürələr sarı kürələrdən 2 dəfə çoxdur. Mavi bərabərdir 2s. Burada yerinə yazsam, mavinin 2s yazsam nə olacaq? 2s, buradakı s də 3s olacaq. 3s üstə gəlsin qırmızı. Əgər aşağıdan hansı qırmızı kürəcinin sayı olamaz. Əgər 3s üstə gəlsin qırmızı 60-dırsa, mən görürəm ki, buradan 3 öz ifadəsi 3-ə bölünür, 60 3-ə bölünür. Məcburən qırmızının yerindəki ifadə, baxın, yazmışam 3-ə bölünür, tam bölünür. 60 da 3-ə tam bölünür. Məcburən qırmızının yerindəki ifadə bu da bölünməlidir. Bu da bölünməli. Yəni bu da 3-ə tam bölünməlidir. Düşünmüşəm. Yəni qırmızının yerində ədəd 3-ə bölünəcək. B variantı 3-ə bölünür, C variantı 3-ə bölünür, D variantı 3-ə bölünür, Y variantı 3-ə bölünür. Ola bilməzi soruşur. A variantı 3-ə bölünmür. Növbəti, burada biraz oynamışam cəmlərlə. Deməli, buradan mən əgər ən kiçik tərəf 24, ən kiçik tərəf 24-dürsə, nisbət deyir 1 ola bilməz. Bəli. Çünki niyə? Əgər ən kiçik tərəf 1-dirsə, onda nə olacaqdır? Ən kiçik tərəf daha doğrusu 24-dürsə, nisbəti 1 götürsəm nə olacaq? A plus B, ya 1-ə bərabər hesab da bunları. Bunu 1-ə bərabərsə, A plus B 9 olmalıdır. A üstə gəlsin C 10 olmalıdır. B üstəgəlsin C də 11-in özü olmalıdır ki, 1-ə bərabər götürə bilim. Bunların cəmi mənə verəcək nə? 2 dənə olduğu üçün bunların cəmi olacaq 30 bölü 2. Yəni bunların ABC cəmini də axtarıram mən. Üçbucağın tərəfləri ABC-dirsə, perimetr nədir? ABC-nin cəmidir. Ona görə ABC-ni axtarıram. Bu da 15 olacaq. 15-dən nə çıxan da 24 ola bilər ki? Heç. Ona görə bu hal yoxdur. 2-yə vururam. Hərəsini bunların 2-yə vururam. Nə baş verir? Deməli, nə baş verir? Bax, bu ədədləri alıram. 18, 22, bir də 20. Bunları toplayıram. Bunları toplayanda 40, 60 edir. Yarısı 30 eləyir. 30-dan buradakı ədədlərin heç birini çıxanda 24 eləyəməz. Bu hal yoxdur. Təzədən yenə əvvəldəki ədədə 3-ə vururam. Yazıram burada 27 falan. Bunların cəmi də neçə eləyir? 60, 90 eləyir. Yarısı 45 eləyir. 45-dəki burada ədədləri çıxanda 24 yaradanməzsən. Bu halda yoxdur. Sonra 4-ə vururam. Bax, buradakı, yəni nisbət 4-ə bərabərdirsə, 36, 40, 44 alıram. Bunları toplayanda bizə verir. Deməli, bunları toplayıb 2-yə böləndə daha doğrusu. Deməli, 70, 80, 120 eləyir. 2-yə böləndə 60 eləyir. 60-dan baxın. 60-dan buradakı 36-nı çıxanda 24 eləyə bilər. 60-dan 36 çıxanda 24 eləyə bilər. Deyir ki, ən kiçik 24-dürsə. Ən kiçik tərəf 24-dürsə deyir. Ən kiçik tərəf 24. Yox. Burada nəsə alınmadı axı elə bil. 60-dan 36 çıxanda 24-dür. Bəs 60-dan 40 çıxanda axı 20 alınır ən kiçik tərəf. O da var. Burada nəsə alınmayıb. Burada nəsə alınmayıb. 5-ə vursaq nə olacaq? Bir dəqiqə mən buraları silim.
Bunları sileyim bir dəqiqə. Burada nəsə səhvlik olub. Burada nəsə səhvlik olub. Deməli, A plus B bizdə deməli A üstə B bizdə 9 idi. A üstə C bizdə 10 idi. Bir də 11 idi də. İndi 5-ə vursaq bunları hərəsini. 45, 50, 55. Bu nə olacaq? 150 olacaq. 150'nin yarısı 75 olacaq. Burada da alınmayacaq 5'ə vurmayın. 6'ya vursaq. 6'ya vursaq 54, 60, 66. Bundan alınacaq 120, 180'in yarısı 90. 180'in yarısı 90. Məsələn 90'dan 54 çıxanda neçə eləyəcək? 36. Aha. Aha. 90'dan 60 çıxanda eləyəcək 30. 90'dan 66 çıxanda eləyəcək 24. Aha. Ən kiçik cavabı 24 ola bilər. Nə vaxt? Perimetr, yəni A plus B cəmi 90 olanda. Burada cavab Y variantıdır. Burada səhvlik olub, düzəldərəm onu. Y variantı olacaq. 20-ci. Biz bilirik tənliyə sistemin sonsuz sayıda həlli olması üçün x-in belə deyək, log deyil. X-in qarşısındakı ədədləri, y-in qarşısındakı ədədləri bir də cavabları bir-birinə böldükdə bərabər olmalıdır. Yəni ki, 2-ni bölməliyəm B-yə. Orada mənfi 1 var, fikir verin. Mənfi 1-i bölməliyəm müsbət 2-yə. Bərabər olmalıdır. A plus 1'i A minus 3'ə bölməliyəm. Və burada da cüt-cüt ayırsam, baxın. Qara qələmlə, bir də yaşıl qələmlə ayırmışım. Cüt-cüt baxsam bunlara, bu ikisinə bir baxsam B-ni taparam. Çarpaz vursam, nə olacaq? 2-ni 2'yə vuran 4 olacaq, amma burada benim mənfi 1'ə vurduğu üçün B-nin qiyməti mənfi 4 olacaq. İndi bura baxıram, bax, bu istiqamətdə. Deməli, mən 2-ni A plus 1'ə vursam olacaq 2A plus 2. Mənfi 1'i də açıq 3'ə vuranda olacaq digərlərini də 3 çıxar olacaq. İndi bundan alacağım. A-nı digər tərəfə keçirdəndə olacaq 3A. 2-ni bu tərəfə keçirdəndə olacaq 3 çıx 2 1. Onda A-nın qiyməti olacaq 3'də 1. Bizə nə tələb olunur? AB hasili. 3'də 1'i vuracaqsan B-nin qiyməti mənfi 4 idi. Olacaq mənfi 3'də 4. Yəni C variantı. 21. Deməli burada bu tip suallarda adətən yəni burada baxın soruşulan nədir? Məxrəcdə x. Deməli bu veriləni x-ə bölməlisən də axıra. X-ə bölsək olacaq x çıx 6 üstdən gəlsin 2 böl x bərabər 0. Buradan qruplaşdırma aparsam bunları bir yıxsam, yəni x üstdən gəlsin 2 böl x-i 6'ını da digər tərəfə müsbət olaraq keçirsəm olacaq belə bir şəkildə. Bax böyle bir şey almışım. Sonra isə bunu bax fikir verin sağ tərəfdə kvadrata yüksəlmişəm hər bir tərəfini. X üstdən gəlsin 2 böl x-i də kvadrata yüksəlmişəm. 6'ını da. Olub 36. Sonra da görürəm ki, elə buradan alınır ki, bu mötərizənin kvadratı yüksəldi. X kvadrat üstdən gəlsin 4 bölü x kvadratı. Yəni baxın bunu soruşduğu. Bunu soruşduğu. Bir də üstdən gəlsin bunların 2 misli. Bax bunu elə bir ki x-i vuracam 2 bölü x-i bir də 2'ye vuracam. 2 misli burada x-lar islah gələcək. 2 vur 2 eləyəcək 4. Buradan alacağım 36. 36'dan da bu 4'ü çıxsam sağ tərəfə keçirdəndə 36'dan 4 çıxanda 32. Yəni bu ifadənin qiyməti soruşduğum 32-dir. D variantı. 22. 22'də biraz problem var elə bir ki. Yəni şərtdə bizə deməlidir bu suallarda A, B, C, D necə ədədlərdir də? Tamdır, naturaldır, həqiqidir. Çünki buradan 2 dənə cavab alıram. Yaxşıdır biri var cavabda. Necə? Baxın, bunları mən A, B-ni B-C-yə, C-D-yə, A-D-yə, A-D-D-yə daha doğrusu vursam, hər biri P olduğu üçün və bu da P-yə bərabərdir. Bu da 4-də P-yə bərabər olduğu üçün əslində mən 4 dənə P-ni bir-birinə vurmuş olacam. Onda belə çıxır ki, burada fikir verin. B-lər, C-lər, D-lər, bir də A-lar ixtisara gedib qaldı 1. Burada 1 qaldı. Burada isə nə qaldı? P üstü 4. Yəni P üstü 4 bərabərdir 1 tənliyi. O deməkdir ki, bu tənliyin 4 dənə kökü var. Yəni kompleks falan hamısı. 4 dənə kökü var. Və hətta bu biri əslində bunu belə baxan kimi tez P-ni 1 götürə bilmərik heç vaxt. Kobud səhvdir. Hətta P-nin kvadratını 1 götürə bilmərik, kobud səhvdir. Bu biri həmişə sol tərəfə atıb vurğulara ayırmalıyıq. Olacaq P üstü 4 çıx 1. Belə olacaq. P üstü 4 çıx 1. Biri də yazan 1'in kvadratı. P üstü 4 nədir? P kvadratın kvadratı. Olan olacaq. P kvadrat çıx 1, P kvadrat üstə gəlmir. Bərabər təbii ki 0 qaldı burada. Onda burada nə alıram? P kvadrat bir dəfə 1 alıram. P kvadrat bir dəfə mənfi 1 alıram. Deyirsiniz ki, A kvadrat necə mənfi olsun? Burada şərt vermir bax AB haqqında. P kvadrat mənfi 1 ola bilər də. Məncə. Ona görə bunun cavabını 1 və mənfi 1 olaraq qeyd eləmişəm. Bəlkə də səhvim var. Cavablarda yaxşıdır ki, bir dənə 1 var. Ona görə A-nı götürmək olar. Sonra. Çoxluğa aid sual. Demək A-dan B-ni çıxanda
A ilə B-nin kəşməsinə böləndə, A ilə B-nin birləşməsinə böləndə 2, 4, 9 nisbətindədir. A-dan B-ni çıxmağa mən 2x deyirəm. Baxın bu hissəyə. Kəşməyə 4x deyirəm. Birləşməyə isə uşaqlar, birləşmə bunun hamısıdır da, elə bil ki, buradakı görünən hamısı 9x-dir deyir. Buranın 9x olması üçün burada 6x artıq yerləşdirmişdim də. Burada deməli ancaq B-yə deməli 3x qoymalıydım. Ona görə 3x yazmışam. Aşağıda qeyd etmişəm niyə. Oldu bu şəkildə. İndi isə mənə deyir ki, NA-dan NB çıxanı çıx. NA nədir? 2x-dan 4x-in cəmi var. Burada yazmışam. 2x-dan 4x-in cəmi. NB çıxan nədir? Ancaq B. Yəni 3x çıxanda 12-dir deyir. So, bu tənliyi həll edəcək. Bax, burada 2 tənliyi həll edəcək. 3x 12 alarıq. X-də 4 alarıq. X 4 alandan sonra məndən soruşur MB-ni tap. MB baxın buradır. Hamısı bir yerdə. Yəni 4x-dən 3x-in cəmi. Qeyd eləmişəm mən də. Olacaq 7x. X-i zaten sən 4 tapmışdın. 4-ə vuranda da 28 cavabını alacaqsın. Cavab Y. 24-cü sual. 24-cü sualda biz bilirik ki, hovuzu akranı 24 saata doldursa, hissə olaraq 24-də 1 götürəcəksən. B kranı isə, bax fikir verin, deyir ki, yarısını 24 saata. Yarısını 24 saata deyirsə, x tutaq ki, x idi. X-in yarısı 24-dürsə, özünü tapacaqsan ki, 48-dir. Daha doğrusu 48-dir. Hissə olaraq da 48-də 1 götürəcəksən. Və salam. B boşaldır, fikir verin, B boşaldır, A isə doldurur. Yəni 24-də 1-dən 48-də 1-i çıxanda alacaqsan 48-də 1. Bu da nə deməkdir? Hissədə, hissə idi, saata çevirəndə olacaq 48 saat. Aldığınız cavabı həmişə tərsinə çevirin. Cavab olacaq Y variantı. Sonuncu sual. Sonuncu sualda belə bir hərəkət eləməlisən. Əgər burada DYF ilə YFG əgər bərabərlik şərti varsa, burada bir Z var da. Baxın Z. Onda belə çıxır ki, bu sənə demək istəyir ki, DY ilə FG paraleldir. Paraleldirsə, bura bir X yazsan, əgər ABC-ni soruşur, düzdürmü? X yazsan, paralel olaraq X bura gələcək. Paralel olduğu üçün X bura gələcək. Paralellik şərtinə görə. Və salam, qutardı. Bura 150 dərəcədirsə, həm də burada AB hətta BA. AB GK-ya paraleldirsə, yəni BA GK-ya paraleldirsə, sən bilirsən ki, bu buna paraleldir. Sən bilirsən ki, əgər bura 150 dərəcədirsə, buradakı bu bucaq 180-ə tamamlanmalıdır. Olmalıdır 30 dərəcə. Ona görə 180-dən 150-ni çıxanda 30 dərəcə. Orada mən X yazmışam. Onda X bərabərdə 30 dərəcədir deməkdir. Cavab C variantı. Hələlik bu qədər dostlar. PDF-də bəzi səhvlər var idi. Onları düzəliş eləyib PDF-i ataram Telegram kanalına. Diqqətinizə görə minnətdarım.